Salam değerli izləyicilər. Bugün biz Bərdədə görülən yaşlaşdırma işləri ilə bağlı Yaşlaşdırma İdarəsinin müdürü Ramiz müəllimlə bir yerdəyik. Ramiz müəllim görülən işlərlə bağlı bizi vətəndaşları məlumatlandıracaq. Buyurun Ramiz müəllim. Görülən işlərlə bağlı. Selamünaleyküm. Hoş gelmişsiniz. Bizim bu redaksiya işçiləri, qəzetçiləri, işçilərin belə bizim rayona gözəl nəzarət yetirib, görünməyən, yaddan kiminsə çıxıb qalmış işlərini ortaya çıxartmaqda mənə kömək elədiyinə görə Orxan müəllim 1, Murat müəllim 2, ARNTV oğlanın adına değil, Vüsal müəllim. Yani bu yoldaşlar bütün gün ərzində şəhərdəki görülən işləri qabardırlar. Yaxşı mənada olan, yaxşı pis mənada olan ki, yada salırlar ki, biz telejurnalistlər olaraq görülən işlərə müsbət rəy verən nümayəndələri ki, və bununla da rayonumuza, rayon rəhbərimizə, şəhər əhalisinə öz xidmətimizi sübut edirik. O nöqteyi nəzərdən mən sizə şəxsən yaşlılaşmanın rəisi olaraq ürəkdən təşəkkür edirəm ki, bugünkü gündə şəhərimizin bütün ərazisində gördüyümüz işlərlə bağlı siz bizim işlərimizə baxış keçirib qiymət verirsiniz və bunu qiymətləndirirsiniz ki, bəli, başda Qasımov Natiq olmaqla yaşlılaşmanın rəisi Ramiz müəllim elə bir gözəl abadlıq işi, təmizləmə işi, budama işi, doğrama işi, suvarma işi aparırıq ki, və bu mən deyərəm ki, bu 20 ildə məndən qabaq gələnlər yaşlılaşmaya heç kim bu dərəcədə oturma söhbəti yoxdur. İşçilərlə beraber işin üstündə olur. Özümüz elə planlaşdırırıq ki, görülən işimizin nəticələri bütün Bərdə xalqımıza, Bərdə rayonumuzun cəmaatına, gələn qonaqlarımıza, indi tezliklə burada marafon keçiriləcək. Deməli, Ağdama yürüyüş. Marafon işçiləri gələndə Bərdənin gözəlliyinə heyran qalsınlar. Müəllimin gördüyü işlərin başında cənab hörmətli başçımız, hörmətli ağsaqqalımız Vidadi Sərifdandır ki, bu işlərə nizama salmaqda onun bizə böyük tövsiyələri, köməyi, nəzarəti var ki, şəxsən məni ruhan yüksələndirir. Mənə gözəl təsir bağışlayır. Buna görə özümü böyük bir, müqəddəs bir işin içində hiss ediyorum. Və buna sevinirəm ki, ay hörmətli Bərdə cəmaatımız, gələn qonaqlarımız, bilin ki, biz dövlətimiz üçün, dövlətçiliyimiz üçün, Ali Başkomandarımız İlham Əliyevin yolunda, başçımız Vidadi İsayevin göstərişinlə, təşəbbüslərinlə bağlı işləri çalışırıq ki, vaxtından qabaq yerinə yetirək ki, həmişə başımız uca olsun, dövlətimizə qarşı elədiyimiz böyük hörmət, izzətlər yaxşı qarşılansın. Və desinlər ki, bəli, doğrudan da Bərdə necə gözəl, necə qəşəkdir. Yazı da, qışı da güldür, çiçəkdir. Rəhmətli Nizami Gəncəvinin bu dediği bu misralar. Doğru. 3 ildir mən bu işdən ötəri həqiqi mənada böyük əzmlə mübarizə aparıram. Və bana qarşı əksi təsirlər də olur. Gözləri götürməyənlər də çoxdur ki, bu hardan gəlib heç bura. Qoymurlar gedək çayxanada kemimizi sürək. İdarədə sürək, kresloda şahmatımız oynayaq. Mən bunlardan sırf uzağam və olacam da. Bir gün də işləsəm, 10 il də işləsəm, Bərdə üçün, cənab başçım üçün, hörmətli Ali Başkomandanımın buradan keçəndə Bərdəyə verdiyi qiymətdə iğnə olduğu qədər də mənim əziyyətim olmağının, hiss olunmağını gözəl Allah'tan istəyirəm, ona görə də. Amin. Biz bu saat bizim Bərdənin mərkəzində Bərdə otelinin yanıdır, hoşdur. Sonra bu ərazilərdə bütün işləri yox qutardıq. Statistikadan ağzı bəri. Gözəl işlər görmüşük. Murat müəllim də çəkib qeydiyyata alıb. İndi buradan gedəcəyik. Bayraq meydanında axırıncı işimiz gedir. Deməli, Bakı küçəsindən ağzı bəri formaya salmışıq, budamışıq. Bu izlara kimi bir xırda işimiz qalıb. Onu da çəkilişib göstərəcəm. Suvarma işimlə bax bu saat hal-hazırda Ağdama doğru deməli, Qarabağ klinikasından ağzı qarışdı. Suçularım getdi. Orası su varmağa çatıra bilsəm indi Murat müəllimlə gedib suçularla birisində çəkiliş yapılacaq. Yəni mən bütün bizim Bərdə cəmaatına bunu hallandırıram ki, cənab başçım Vidadi İsayevin
Qasımov Natiq müəllimin sayəsində mən professional yaşıllaşmanın işçisi olmuşam. Rəis demirəm, işçisi. Ona Təşəkkür görə deyirəm edirik. ki, Bəli. mən sadəliyi sevən adamam. Çox sağ olun Ramiz müəllim. Minnətdarım. Biz də